Hər vaxtınız xeyir. Gəlin bir anlıq düşünək. Dünya niyə daimi münaqişə içindədir? Və ən əsası, bu vəziyyətdən bir çıxış yolu varmı? Bugün bizə bu sualın cavabını tapmağa kömək edəcək iki böyük nəzəriyyəyə baş vuracağıq. Liberalizm və neoliberalizm. Hazırsınızsa, başlayaq. Əslində, hər şey məhz bu sualdan başlayır. Qlobal münaqişə qaçılmazdı, həqiqətənmi? Tarix kitablarına baxanda elə bilirsən ki, cavab bəlidir. Səhifələr müharibə hekayələri ilə dolub daşır. Amma bir dəqiqə dayanıb düşünək. Bəlkə də bu bizim dəyişməz taleyimiz deyil. Bəlkə fərqli bir gələcək qurmaq bizim öz əlimizdədir. Bu, təkcə filosofların yox, elə hamımızın cavabını axtardığı bir sualdır. Bu suala əslində bir-birinə tamamilə zidd olan iki cavab var. Bir tərəfdə realistlər dayanır, onlar deyirlər ki, gəlin özümüzü aldatmayaq. Dünya dövlətlərin daimi rəqabət apardığı bir arenadır və münaqişə sadəcə oyunun bir hissəsidir. Amma digər tərəfdə daha nikbin, daha ümidli bir baxış var. Liberalizm. Liberallarsa deyir ki, yox, bir dəqiqə, sülh əlçatmaz bir xəyal deyil. Sülh, ağıllı əməkdaşlıqla tamamilə əldə edilə bilən real bir hədəfdir. İndi gəlin, bu optimist baxışın nəyə əsaslandığını daha dərindən anlayaq. Yaxşı, gəlin başlayaq birinci hissədən. Münaqişə dünyasından kənarda nə var? Və bir liberalizm bizə hansı radikal sülh ideyasını təklif edir? Çünki unutmayın, bu sadəcə bir arzu deyil. Bu arxasında ciddi məntiq dayanan konkret bir plandır. Bu sülh axtarışında bizim bələdçimiz, dahi Alman filosofu Immanuel Kant olacaq. Baxın, Kant ortaya çox cəsarətli bir fikir atdı. Pasifik Federasiya. Təsəvvür edin, əsrlərdir bir-birinin qanını tökən dövlətlərin bir gün sülh içində bir federasiyada birləşə biləcəyini deyirdi. Müharibənin həyatın normal bir parçası sayıldığı bir dövrdə bunu demək həqiqətən də inanılmaz bir cəsarət tələb edirdi. Amma Kant təkcə arzulamaqla kifayətlənmədi, o həm də bir mühəndis kimi düşündü. Bu davamlı sülhü necə qurmaq olar? Bunun üçün bizə konkret bir memarlıq planı, bir yol xəritəsi təqdim etdi. Və bu plan bir-birinə möhkəm şəkildə bağlı olan üç əsas sütun üzərində qurulmuşdu. Gəlin baxaq birinci sütuna. Respublika, yəni bugünkü dillə desək, demokratik idarə etmə. Kantın məntiqi o qədər sadə və güclü idi ki, fikirləşin, əgər müharibəyə başlamaq qərarını verən siyasətçilər bu müharibənin bütün dəhşətini yaşayacaq, övladlarını itirəcək olan öz vətəndaşlarına birbaşa cavabdeh olsalar, sizcə o qərarı bu qədər asan verərlərmi? Əlbəttə ki, yox. Məhz bu, birinci sütunun təməlidir. Keçək ikinci sütuna, ticarət, yəni iqtisadi əlaqələr. Buradakı məntiq də çox aydındır. Təsəvvür edin ki, iki ölkənin iqtisadiyyatı bir-birinə o qədər bağlıdır ki, biri olmadan o biri çətinlik çəkir. Belə bir vəziyyətdə müharibəyə başlamaq sanki öz oturduğun budağı kəsmək kimi bir şeydir. Sən öz ticarət tərəfdaşına zərər vurmaqla əslində elə öz iqtisadiyyatına, öz rifahına zərbə vurursan. Bu da müharibəni son dərəcə məntiqsiz bir addıma çevirir. Və nəhayət gəldik üçüncü, sonuncu sütuna. Beynəlxalq hüquq və təşkilatlar. Çünki Kant çox yaxşı bilirdi ki, ortada hamı üçün keçərli olan oyun qaydaları olmasa, meydanda xaos yaranar. Hər kəs öz bildiyini edər. Bax, BMT, beynəlxalq məhkəmələr kimi qurumlar məhz bu xaosun qarşısını almaq, dövlətlərə öz problemlərini yumruqla yox, danışıqlar yolu ilə həll etmək üçün bir platforma, bir çərçivə təqdim edir. İndi isə gəldik işin ən maraqlı yerinə. Bu üç sütun ayrı-ayrılıqda güclüdür, amma əsl möcüzə onlar bir araya gələndə baş verir. Onlar bir-birini qidalandıran, gücləndirən bir sistem yaradırlar. Biz buna Kantın sülh üçbucağı deyirik. Fikir verin, daha çox demokratiya, daha sərbəst ticarətə səbəb olur. Daha çox ticarət isə ölkələri beynəlxalq qaydalara riayət etməyə sövq edir. Bu, sanki sülhü getdikcə daha da möhkəmləndirən pozitiv bir dövrandır. Yaxşı, bura qədər hər şey gözəl səslənir. Bəs bütün bunlar sadəcə kağız üzərində bir nəzəriyyədir, yoxsa real həyatda da bir qarşılığı var? Gəlin rəqəmlərə baxaq. Məsələn, 1960-cı illərdə dünyadakı ölkələrin təxminən 1/4 demokratik idi. Amma 2000-ci illərə gələndə bu rəqəm artıq 50%, yəni ölkələrin təxminən yarısına çatmışdı. Bu nə deməkdir? Bu o deməkdir ki, Kantın birinci sütunu, yəni demokratiyanın yayılması sadəcə bir arzu deyil, real bir prosesdir. Ancaq burada çox incə, amma vacib bir məqam var. Diqqət edin. Faktlar onu göstərir ki, iki demokratik ölkə bir-biri ilə demək olar ki, heç vaxt döyüşmür. Bu, diadik sülh adlanır və çox güclü bir dəlildir. Lakin bu o demək deyil ki, demokratik ölkələr ümumiyyətlə heç kimlə müharibə etmir. Onların qeyri-demokratik ölkələrlə münaqişələri ola bilər. Yəni, demokratiyanın sülhsevərliyi daha çox özünə bənzəyənlərə qarşı işləyir. Bu fərqi anlamaq çox önəmlidir.
Bəs bu sülh üçbucağının real həyatdakı ən böyük, ən uğurlu layihəsi hansıdır? Əlbəttə ki, Avropa İttifaqı. Gəlin addım-addım baxaq. Əvvəlcə 2-ci Dünya müharibəsinin xarabalıqları üzərində sabit demokratiyalar qurdular. Sonra iqtisadiyyatlarını kömür və polad kimi strateji sahələrdən başlayaraq bir-birinə möhkəm bağladılar və nəhayət Avropa Komissiyası, Avropa Məhkəməsi kimi çox güclü ortaq qurumlar yaratdılar. Bütün bunların nəticəsi nə oldu? Yüzillərdir bir-birini qıran bir qitədə tarixdə görünməmiş uzun bir sülh və sabitlik dövrü. Yaxşı, liberalizm bizə böyük mənzərəni sülh vizyonunu verdi. Amma gündəlik həyatda dövlətlər arasındakı o çətin əməkdaşlıq tapmacasını necə həll etməli? Bax, bu suala cavabı artıq neoliberalizm verir. Belə düşünün, əgər liberalizm möhtəşəm bir binanın memarıdırsa, neoliberalizm o binanı kərpiç-kərpiç tikən praqmatik mühəndisdir. O, böyük ideallardan daha çox praktiki alətlərə fokuslanır. Hər şey qazanca baxış bucağında dəyişir. Realist düşüncəyə görə dövlətlər nisbi qazancla maraqlanır. Yəni, onlar üçün əsas sual, mən qazandım, amma görəsən qonşum məndən daha çox qazanmadı ki sualıdır. Bu daimi müqayisə əməkdaşlığı demək olar ki mümkünsüz edir. Neoliberallar isə deyir ki, yox, ağıllı dövlətlər mütləq qazanca fokuslanır. Sual belədir, bu işdən mənə bir xeyir var ya yox? Əgər cavab bəlidirsə, qonşunun biraz daha çox qazanması o qədər də önəmli deyil və məhz bu yanaşma əməkdaşlıq üçün qapıları geniş açır. Amma gəlin səmimi olaq. Hətta hamının qazanacağı bir vəziyyətdə belə əməkdaşlıq etmək çox çətindir. Niyə? Çünki beynəlxalq münasibətlərdə hər kəsin ağlında eyni qorxular var. Aldadılmaq qorxusu, digər tərəfin nə etdiyi barədə məlumatsızlıq, bəzilərinin işdən yayınıb, ancaq bəhrəsini görəcəyi narahatlığı. Bütün bu risklər və qorxular dövlətləri bir-birindən uzaq tutur. Bu, əməkdaşlığın önündəki əsas psixoloji maneələrdir. Bəs bu etibarsızlıq divarını necə yıxmaq olar? Bu anarxiyaya bir həll yolu varmı? Neoliberalizm deyir, bəli var və bu həll yolunun adı beynəlxalq institutlardır. Onlar məhz bu qorxuları aradan qaldırmaq və dövlətlər arasında etibar mühiti qurmaq üçün yaradılmış alətlərdir. Gəlin konkret baxaq, bu institutlar necə işləyir? Problem aldadılma qorxusudur. Həll yolu, institutlar hər kəsin fəaliyyətini şəffaf edir və monitorinq aparır, gizli heç nə qalmır. Problem məlumat əskiliyidir. Həll yolu, institutlar daimi görüşlər, məlumat mübadiləsi üçün platforma yaradır. Problem kiminsə razılaşmanı pozma ehtimalıdır. Həll yolu, aydın qaydalar və bu qaydaları pozanlar üçün cəza mexanizmləri qurulur. Yəni, bir sözlə bu qurumlar əməkdaşlığı riskli bir qumardan hesablanmış və təhlükəsiz bir addıma çevirir. Bu nəzəriyyənin real həyatda necə işlədiyini görmək üçün gəlin klassik bir nümunəyə, yəni Ümumdünya Ticarət Təşkilatına, qısaca ÜTT-yə baxaq. ÜTT neoliberal institutların necə işlədiyinin sanki dərslik nümunəsidir. Bəs ÜTT-nin bu əməkdaşlığı təmin etmək üçün hansı alətləri var? Gəlin onun alət çantasına baxaq. Birincisi, ölkələrə danışıqlar aparmaq üçün bir forum, yəni neytral bir masa verir. İkincisi, ticarət üçün hamının qəbul etdiyi aydın qaydalar müəyyən edir. Üçüncüsü, üzvlərin bu qaydalara əməl etdiyinə nəzarət edir, yəni monitorinq aparır. Və dördüncüsü, ən vacibi, ölkələr arasında yaranan ticarət mübahisələrini həll edən bir mexanizmə malikdir. Bütün bunlar bir araya gələndə qlobal ticarət daha proqnozlaşdırılan və təhlükəsiz olur. Beləliklə, gəlin hər şeyi toparlayaq. Əslində bu iki nəzəriyyə bir-birinin rəqibi deyil, tərəfdaşıdır. Sadə dillə desək, liberalizm bizə hədəfi, yəni sülh vizyonunu verir, neoliberalizm isə o hədəfə çatmaq üçün lazım olan konkret alətləri, o praqmatik mexanizmləri təqdim edir. Biri xəritədirsə, o biri kompasıdır, biri olmadan digəri tam deyil. Bu ideyalar, bu çərçivələr 20-ci əsrdə dünyanı formalaşdırdı. Bəs bu gün yeni qlobal çağırışlar dövründə iqlim dəyişikliyi, pandemiyalar, böyük güclər arasında yenidən artan rəqabət fonunda bu əməkdaşlıq modelləri hələ də işləyirmi? Onlar bu yeni sınaqlara davam gətirə biləcəklərmi? Bax bu, cavabını hamımızın birlikdə axtarmalı olduğu bir sualdır.